Qardaşlardan biri bir video atıbdır. Deyir ki, bu Vəhabi sizin suallarınıza, videonuza cavab veribdir, rəddiyə veribdir. Hansısa bir qardaş götürübdür bizim rəsmi səhifələrimizdə olan bütöv videolardan kəsibdir və öz kanalında paylaşırdı. Görürəm ki, bu Vəhabi gedibdir onun kanalından götürüb o kəsik videonu və əminliklə gedib oturubdu, öz aləmində güyayında rəddiyə verir, cavab verir. Buna bir tövsiyəm vardı, o da budur ki, əgər istəyirsən haqqa, həqiqətə özün də çatasan, cəmaatı da çatırdasan, o zaman ağıllı başlı araşdır, gör bu adam kimdir, bu adamın danışığı nədir, əsas mövzusu nədir, bu adamın bütöv videosu vardı, yoxdur, rəsmi səhifəsində nə danışıbdı bu barədə. İndi isə gəlin bu adamın sözlərinə baxağın, dinləyin bu adamı. Bu kitab Əhl-i-Sünnətin bu mövzuda əsla nə qaynağıdır, nə də məsləridir. Əksinə, Əhl-i-Sünnətin belə mövzularda qaynağı İmam İbn Cərir Ət-Təbarinin tarix kitabı, İbn Kəsir Rahimehullahın Əl-Bidayə və Nihayə bu kimi kitablarıdır Əhl-i-Sünnətin belə mövzularda qaynağı. Gördüyünüz kimi bu adam deyir ki, Əl-İqdül Fərid kitabı bizim bu mövzuda əsas mənbələrdən, əsas qaynaqlardan, mötəbər mənbələrdən deyil. Bu mövzuda Təbərinin kitabına müraciət edirik, tarixinə, nə bilim, İbn Kəsirin Əl-Bidayə və Nihayə kitabına müraciət edirik. Cavabım budur. Əvvəla, sən əgər baxsaydın bizim bütöv videoda mən orada əsas mövzumu bəyan eləmişəm. Önəmli, mötəbər bir nömrəli kitablarınızdan orada dəlil gətirmişəm. Sən əgər bu cür iddialı adamsansa, ged ona cavab verirsən. Nəinki hansısa bir kəsik videoya gəlib burada cavab verəsən. Mən həmən bir nömrəli kitablarınız ki, Səhih Buxari və Səhih Müslümdür, Qur'ana qardaş tutursunuz. Həmən Səhih Buxari və Müslümdən dəlil gətirəndən sonra bu kitabları təqrib olaraq gətirmişəm olaraq. Nəinki mən deyəm ki, bəli, bu mövzu ancaq bu kitablarda deyilibdir vəssalam. Bu adam deyir ki, Təbəriyyə, bizim bu mövzuda Təbəriyyə müraciət edirik. Mötəbər mənbəimiz Təbəridir. Təbərinin tarixinə müraciət edirik 3-cü cildinə. Təhqiq Məhəmməd Əbulfəzl İbrahim eləyibdir. 2-ci növbədə çap olundu Darül Məarif bi Misr. 202-ci səhifəsinə müraciət edirik. Rəvayət tam səhihdir. Hər kəs də istəsə bunun sənədinin araşdırılmasını mənə desin və sənədlərin də elə sünni kitablarından özlərinə göstərir. Deməli burada deyir ki, Ömər ibn Xattab gəldi Həzrəti Əli əleyhissalamın evinə. Evin içində Təlhə və Zübeyir var idi. Və ricalun minəl mühacirin və mühacirlərdən böyük şəxsiyyətlər var idi içində. Ricalun minəl mühacirin, yəni bu ki, küçədə, bazarda balaca uşaqlar deyil. Yəni ki, böyük şəxsiyyətlər var idi mühacirlərdən Həzrəti Əli əleyhissalamın evində. Və Ömər ibn Xattab gəlir bu anda, and içir ki, yandıracam buranı sizin üstünüzə. Ya yandıracam buranı, ya da ki, siz gərək gəlib, çıxasınız buradan və gedib Əbu Bəkr ilə beyət eləyəsiniz. Ömər ibn Xattabın sözləri budur. Təkid eləyir neçə dənə. And içir. Lam hərfini gətirir. Nun səqilə hərfini gətirir. Burada neçə dənə təkid vardır ki, Ömər ibn Xattab burada təhdid eləyir. Əhl-i beyt, Peyğəmbərimizin əhl-i beytini, sahabələri. Sonra deyir ki, Zübeyir qılıncını çəkərək, çıxardaraq, yəni qılıncını çəkibdi qəlafdan və hücum etdi. Bu anda nəyəsə ayağı ilişir və yerə dəyir. Və bu yerə dəyəndə Ömər ibn Xattabın adamları fəvəsəbu aleyhi fəəxəduh. Ömər ibn Xattabın adamları tez ona hücum eləyir və onu tuturlar, saxlayırlar. Burada neçə dənə sual yaranır. Birinci sual. Əgər Həzrəti Əli əleyhissalam razılıqla, xoşluqla Əbu Bəkr ilə beyət eləyibdir, o zaman Əbu Bəkr nə üçün Ömər ibn Xattabı göndəribdir ki, bu cür təhdid eləsini yandırmaqla Həzrəti Əli əleyhissalamı, əhl-i beyti, sahabələri. İkincisi, Ömər ibn Xattab kimdir ki, Peyğəmbərimizin ailəsini, əhl-i beytini Qur'an-ı Kərimdə keçən əhl-i beyti gəlib təhdid eləsin, səhabələrin təhdid eləsin. Üçüncü sual budur ki, Ömər ibn Xattab nə üçün bəs 60-a yaxın sahabə Əbu Bəkr ilə beyət etməkdən müxalifət etdi? Nə üçün Ömər ibn Xattab başqalarının gedib təhdid eləmədi, evlərini yandırmağa təhdid eləmədi, ancaq gəldi Həzrəti Əli əleyhissalamın evini təhdid elədi. Həzrəti Əli əleyhissalamı təhdid elədi Peyğəmbərimizin əhl-i beytini. Nə üçün? Bundan qeyridir ki, onlar bilirdilər ki, Həzrəti Əli əleyhissalam canişindir, imamdır, xəlifədir. Ona görə də gəliblər bu cür təhdid eləyirlər. Əgər burada xoşluq var idi, beyət etmək üçün xoşluq var idi, razılıq var idi, Zübeyir nə üçün qılıncını çıxardır çölə və hücum eləyir bunlara? Ayağı nəyəsə ilişib dəyir yerə və onlar da bunu tutur. Bu suallara cavab verin görək hələ. Bu rəvayətin sənədi tam səhihdir. Uzun olmasın deyə kitabların, rical kitablarının hamısı qarşımdadır deyə bilərəm. Uzun olmasın deyə keçirik bu adamın digər sözlərinə. İnsanlar gəlib beyət etdiyi zaman elə əvvəldən insanlarla bərabər
Əli ibn Əbi Talib də beyyət etdi. Hansı ki, elə bu Əhl-Sünnət mənbələrində olduğu kimi Şiyyələrin də mənbələrini keçdik. Əhl-Sünnət mənbələrində, səhih mənbələrində və mü'təbər və Əhl-Sünnət etibar etdiyi mənbələrdə, hətta Şiyyə mənbələrində belə göstərir ki, Əli ibn Əbi Talib radiyallahu anhu Əbu Bəkrə beyyət etmişdi. Ən ilk beyyət edənlərdən biri. Əhl-Sünnət mənbələrində, hətta bir çox Şiyyə mənbələrində onu göstərir ki, Əli ibn Əbi Talib radiyallahu anhu Əbu Bəkr radiyallahu anhun xilafətindən razı idi və ilk beyyət edənlərdən biri idi. Əli ibn Əbi Talib radiyallahu anhun gəlib Əbu Bəkrə elə işin əvvəlində beyyət etməsi nəinki Əhl-Sünnət mənbələrində, hətta Şiyyə mənbələrində belə mövcuddur. Biharul Ənvar kitabı 33-cü cild 568-ci səhifə. Bu adam 3 dəfə təkrar eləyir bu videosunda ki, Həzrəti Əli əleyhissalam ilk şəxslərdən idi ki, Əbu Bəkr ilə beyət elədi. Bunu sübut elə. Sübut elə ki, Həzrəti Əli əleyhissalam Əbu Bəkr ilə beyət eləyəndə ilk adamlardan idi. Bunu sübut elə. Bu adam yalan danışır. Səhih Buxari və Səhih Müslim bilmirəm çox bilir, yoxsa bu adam çox bilir. Səhih Buxari və Müslümü ki, Quran-ı Kərimə qardaş tuturlar bunlar. Səhih Buxaridə və Müslümdə gəlir ki, 6 ay beyət eləmədi. 6 ay fələm yubəyiu tilkəl əşhur. Orada deyir ki, Həzrət Fatimi Zəhra sallallahu əleyha peyğəmbərimizdən 6 ay sonra həyat yaşadı. 6 ay ancaq yaşadı peyğəmbərimizdən sonra. Və deyir ki, fələm yubəyiu tilkəl əşhur. Və Həzrət Əli əleyhissalam 6 ay həmən yəni 6 ayı beyət eləmədi Əbu Bəkirdən. Həmçinin Həzrət Fatimi Zəhra sallallahu əleyha. İndi bu adam nə cür bu yalan iddianı eləyir, mən başa düşmürəm, təəccüb eləyirəm. Bu adam ki, neçə dəfə təkrar eləyibdi, Həzrət Əli əleyhissalam ilk adamlardan olubdur ki, Əbu Bəkirlə beyət eləyə və gəlib yalancasına Biharul Ənvardan bir rəvayəti gətiribdi. Bu rəvayət əslində bu vahabilərin, sünnilərin, Əbu Bəkrin, Ömərin kökünü vurur. Bunların ziddinədir əslində. Mənim əsas mövzumu bilməyərəkdən gəlib mənim haqqıma girib və deyirsən ki, bəli, rəvayətin bir tərəfini oxuyur, bir tərəfi qalır. Və halbuki mənim əsas mövzum, mənim sözüm heç onun ardında deyil. Oradakı vahabilər danışır, sənin o qardaşların, vahabi qardaşların danışır ki, heç etiraz belə olmadı. Mən ona cavab olaraq o sözləri gətirirəm ki, deyirəm ki, bəli, burada Buxari, Müslim burada deyir ki, 6 ay beyət olmadı. Amma sən gəlib burada rəvayəti tam cəhl eləyirsən. İstədiyin yeri biraz cızmaqara eləyib, rəyləyib, gəlib burada yalan satırsan millətə. Bu əslində bu rəvayət sünnilərin, vahabilərin, Əbu Bəkrin, Ömərin əleyhinədir, ziddinədir, kökünüzü vurur bu rəvayət. Bu rəvayətdə Həzrət Əli əleyhissalamın başına nə oyunlar gəlibdi, nələr olubdu o zamanda, onu danışır orada. Buyurur ki, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dünyadan köçdü və bu müsibət ağır gəldi insanlara, müsəlmanlara, onun qızına. Və bundan sonra əmri təsahüb eləmək üçün, yəni imamət və xilafət üstündə ixtilaf elədilər. Gəldilər, qalmaqal yaratdılar. Və mən deyir, təəccüb elədim buna. Mən hətta ağlımın ucundan belə keçirtmirdim, ürəyimdən belə bir şey keçmirdi ki, bu əmri, yəni rəhbərliyi, imamlığı, canişinliyi Peyğəmbərin əhli beytindən alsınlar. Mənim əlimdən alsınlar. Deyir və ən təəccüblü yeri burası idi ki, gördüm ki, bəzi insanlar gedir, dəstə-dəstə gedirlər Əbu Bəkirlə beyət etməyə. Mən bu işdən əlimi saxladım, yəni beyət etmədim və gördüm ki, mənim nisbətim Həzrəti Peyğəmbərimizin məqamına nisbət digərlərindən layiqlidir. Mən özümü layiq bilirdim ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin canişinliyinə, onun yerində imam olmağa, rəhbər olmağa. Həzrəti Peyğəmbərimizdə onlarla səhih hədis vardı ki, Həzrət Əli əleyhissalamı öz yerinə canişin təyin edibdi. Və keçən videolarda nə qədər gətirmişəm, heç bir vahabidə çıxıb cavab verə bilməyibdi. Burada Həzrət Əli əleyhissalam davam edir və buyurur ki, mən gördüm, mən beyət eləmədim Əbu Bəkirlə və bir neçə andan sonra gördüm ki, cəmaat dəstə-dəstə dindən çıxır. Gördüm ki, din təhlükəyə düşübdür, İslam dini. Cəmaat da, yəni İslam əhli, İslam ümməti də aradan gedir. Buna görə də gəldim və naçar qalaraq beyət elədim. Naçar qalaraq beyət elədim. Əslində Həzrəti Əli əleyhissalam burada naçarlığından danışır, iztirar halətindən danışır burada. Nəinki xoşluqla gedib orada Əbu Bəkir ilə beyət eləyə. Sən ki iddia eləyirsən Həzrəti Əli əleyhissalam ilk adamlardan idi ki, Əbu Bəkir ilə beyət eləyə, sübut elə. Bax, bu rəvayətdə sübut elə. Heç öz kitablarınızda sübut elə ki, Həzrəti Əli əleyhissalam birinci şəxslərdən olubdur ki,
Əbu Bəkr ilə beyət elədi. Səhih Buxari Müslim deyir ki, 6 ay beyət eləmədi. Sən gəlib deyirsən ki, Həzrət Əleyhisselam ilk adamlardan oldu ki, Əbu Bəkr ilə beyət elədi. Allaha pənah aparırıq sizin əlinizdən və şeytanın əlindən. Deməli, əzizlər, burada qalan sözü ki, bu adam deyir, ondan sonra da uzun bir rəvayətdir ki, ümumiyyətlə bunların əleyhinədir, əleyhinə danışır. Razı olmasına və o beyətdən razı olmasına inanır dünya müsəlmanların 85%, 90%. Ortada əgər bir yalan varsa, bu o deməkdir ki, dünya müsəlmanların 85%, 90%, yalan danışır. Siz 10% təşkil edən bir zümrə doğru üzərindəsiniz. Bu adam axırda deyir ki, bəs dünya müsəlmanlarının çoxu sünnidir. Dünya müsəlmanlarının çoxunun əqidəsi budur ki, Əbu Bəkr belədir, birinci xəlifədir. Bir vəhabidə danışmışdı belə bir cəfəngiyat. O vəhabiyə bir videoda cavab vermişdim. O videonu da bu vəhabiyə tövsiyə eləyirəm ki, gedib baxsın, ona da cavabını alsın.